Həmin ili çox böyük hadisə oldu Azərbaycan futbol tarixində. Karabakh. So the debutant. Düşdüyümüz qrup çox maraqlıydı. Okay, in Group C. Bizim qrantlarla bir yerə düşməyimiz ümumiyyətcə bizə marağı daha da çoxaltdı. Uğursuzluğa görə biz futboldan küsməli deyilik. İnamı əldə eləmək üçün böyük bir risklərə getməliyik və məğlubiyyətləri göz önümüzə almalıyıq ki, bugün biz məğlub olaraq biz gələcəyimizi belə deyək daha da möhkəmləndirə bilərik. Bizim ümidsiz olmağa ixtiyarımız yoxdur. Bizim inamsız olmağa ixtiyarımız yoxdur. Və hamımız da bilirdik ki, bütün 10 milyonluq xalqın gözü bizdədir. Biz teslim olmayız.